بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين ولعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين آمين يا رب العالمين. أما بعد، رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد. اللهم وفقنا بالتفحيم والتفحم وعلمنا ما لا نعلم إنك واسع عليم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Aziz bizi izleyenler, sizin her birinizi Allah'ın salamıyla salamlayırıq. Allah'ın rəhməti, bərəkəti üzərinizə olsun. Biz keçən dərsimizdə Şeyx Müzəffər Rəhiməhullahın Əqaidul İmamiyyə kitabından artıq 2 dərsi keçmişik. Bugün 3-cü dərsimizdir. Biz keçən dərsimizdə dedik ki, Şeyx Müzəffər Rəhiməhullah buyurur ki, Allah bizə fikir qüvvəsi vermişdir, təfəkkür eləmək və Allah bizə əqil qüvvəsi vermişdir və bizə əmr eləmişdir ki, yaratdıqları şeylərin haqqında fikirləşək. Və biz ayələr də zikr elədik keçən bəhsimizdə və bugünkü məsələmiz əqaiddə odur ki, Allahın da Qurani Kərimdə əmr elədiyi kimi, Allahın da Qurani Kərimdə buyurduğu kimi, Allah bizi fikirləşməyə dəvət edir. Çünki insan fikirləşmədən, insan düşünmədən, insan ağlını işə salmadan heç bir həqiqətə gedib yetişə bilməz. Deməli, birinci mərhələ həqiqətləri tapmaq üçün, həqiqətlərə yetişmək üçün birinci mərhələ insanın təfəkkür eləməsi və fikirləşməsidir. Və bu günləri Allah Təbarəkə və Teala'nın da Qurani Kərimdə fikir və təfəkkürlə bağlı bir neçə ayələri siz əzizlərə zikr eləyək və Allah Təbarəkə və Teala düşünmək haqqında bizə əmr elədiyi ayələri siz əzizlərin xidmətinə çatdıraq. Allah Təbarəkə və Teala Bəqərə surəsinin 164-cü ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Əuzu billahi minəşşeytanirracim. İnnə fi xalqis səmavati vəl ard və ixtilafil leyli vən nəhar. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün biri-birini əvəz eləməsində. Vəl fulkilləti təcri fil bəhr. Dənizdə üzən o gəmilərdə, bima yənfəun nas, insanlara fayda vermək üçün. Və mə ənzəlallahu minəs-səmai min ma'in fəəhya bihil arda ba'da mawtiha. Allahın səmadan suyu nazil eləməsində, hansı ki, yer, torpaq quruyub öldükdən sonra o su vasitəsilə torpağı yenidən diriltməsində. Və bəssə fihə min kulli dəbbə. Və o torpağın dirilməsi sayəsində yer üzündə gəzən bütün canlıların yayılmasında və hərəkət eləməsində. Və təsrifir riyah, küləklərin əsməsində. Və səhabil musaxxər beynəs-səmai vəl-ard. Göy və yer arasında buludların getgəlində. Ləəyətin liqovmin ya'qilun. Ayələr və nişanələr var, düşünən və ağlını işə salanlardan ötəri. Baxın, Allah Təbarəkə və Teala bizim üçün bir qapı açır. Allah Təbarəkə və Teala buyurur ki, mən sənə əqil və fikir qüvvəsi vermişəm və o əqil və fikir qüvvəsinin sayəsində gəl bu qapıdan keç və həqiqət dəryasına daxil ol. Gəl həqiqət aləminə daxil ol. Əgər o ağıl və fikrini işə salmasan, sən ilahi həqiqətlərdən qafil qalacaqsan. Ona görə də Allah bizə nümunələr gətirir, deyir, göylərin və yerin yaradılmasında. Burada Allah bizim zehnimizi göylərin və yerin yaradılmasına yönəldir. Nədir bu söz? Nə demək istəyir Allah? Göylərin və yerin yaradılmasının səbəbini biz araşdıranda görürük ki, göy və yer bir idi. Ənbiya surəsinin də 30-cu ayəsində Allah buyurduğu kimi, göylə yer bir idi. Allah bu ki, sonradan biz onları ayırdıq. Necə ki, buna da bəzi dindar olmayan, ateizmlə məşğul olanlar da Big Bang nəzəriyyəsi deyirlər, partlayış nəzəriyyəsi. Onlar da təsdiq edirlər ki, göylə yerin əsli bir olubdur.
Allah Taala buyurur ki, göylərin və yerin yaradı. Nətər yarandı göylə yer? Dünya, səma ilə yer ayrıldı və göylə yer məfhumu meydana gəldi. Əks təqdirdə bir şey idilər. Amma indi biz iki şey görürük və iki şey təsəvvür edirik. Biri səma, biri də yer. Allah buyurur ki, bunda sizin üçün bir ayə və nişanə, bir dəlil var, əgər düşünsəniz. O dəlil və nişanə nədən ibarətdir? O dəlil və nişanə ondan ibarətdir ki, Allah buyurur ki, düşünün ki, kim bunu elədi? Heç durduq yerdə özü özlüyündən bir partlayış baş verə bilərmi? Heç durduq yerdə özü özündən bu cür gözəllik yarana bilərmi? Göylə yer ayrılıb, səma cisimləri göydə qalıb. Təsəvvürcə edin ki, milyardlarla tonlarla ağırlıqda cisimlər göydə dayanır. Milyardlarla tonlar ağırlığında sular buludlarda dayanır və yerə o ağırlıqdakılar hamısı yerə birdən dəysəydi, yer üzü məhv olardı. Allah ona görə buyurur ki, göylərin və yerlərin yaradılması haqqında fikirləşin. Vaxtilafil leyli və nəhar dedi Allah. Gecə ilə gündüzün biri-birini əvəz eləməsi haqqında niyə fikirləşmisiniz? O gecə ilə gündüz ki, mütəmadi olaraq minillərdir, biri-birini əvəz eləyir. O gecə ilə gündüz ki, bir nizam çərçivəsində gecə gündüzü əvəz eləyir, gündüz gecəni əvəz eləyir. Allah deyir, heç bunun haqqında fikirləşirsizmi? Kimdir bu nizamı bunun üçün verən ki, onlar bir-birlərini heç bir ixtilaf olmadan bir-birlərini əvəz eləyirlər? Nə gecə gündüzün vaxtına təcavüz eləyir, nə gündüz gecənin vaxtına təcavüz eləyir. Allah buyurur ki, bunların haqqında heç fikirləşirsinizmi? Sonra Allah buyurur ki, dənizdə üzən gəmilər, hansı ki onlardan insanlar fayda götürür o gəmilərdən. O gəmilər nəyin vasitəsilə dənizlərdə üzür? Küləklər vasitəsilə. Küləklərin əsməsi Allah buyurur. Sonra Allah buyurur ki, səmadan suyu nazil eləyirik biz. Göylərin və yerlərin haqqında fikirləşirsinizmi? Göylərdə nə var? Allah mənim zehnimi göyə yönəldir. Allah zehnimizi səmaya yönəldir. Görəsən səmada nə var ki, Allah bizi ora yönəldir? Deyə fikrini yönəld ora. Səmadan deyə suyu nazil edirəm sizin üçün. Yer öldükdən sonra o suyu, yeri yenidən dirildirəm, həmin o suyun vasitəsilə. Əgər o suyu səmadan göndərməsəydim, o ölmüş yer dirilməsəydi, heç bir dənə canlı olmazdı, heç bir dənə həşarat belə yer üzündə yaşamazdı. Allah buyurur ki, bunun haqqında heç düşünürsünüzmü? Ardı arası kəsilmədən minillərdir, hər il yeri öldürüb və sonradan Allah buyurur ki, mən onu dirildirəm. Sonunda isə Allah təbarəkə və teala buyurur ki, həqiqətən bunda düşünənlər üçün ayətlər, nişanələr vardır. Ona görə Allah buyurur ki, düşünün. Birinci mərhələ düşünmək mərhələsidir. Sonra Allah təbarəkə və teala Ali İmran surəsinin 190 və 191-ci ayələrində buyurur. İnnə fī xalqis səmavati vəl ard və ixtilafil leyli və nəhar. Eyni Bəqərə surəsində dediyi kimi, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz eləməsində ağıl sahibləri üçün ibrətlər vardır. Sonra Allah buyurur ki, 91-ci ayədə, Əl-ləzinə yazkurunallaha qiyaman və qu'udan və alə cunubihim. O kəslər ki, Allahı yad eləyərlər, həm ayaq üstə olanda, həm oturanda, həm uzanıqlı halda Allahı yad eləyərlər. Və yətəfəkkərunə fī xalqis səmavati vəl ard. Göylərin və yerin yaradılışı haqqında fikirləşərlər, təfəkkür eləyərlər. Sonra Allah buyurur ki, onlar fikirləşərlər, sonra deyərlər ki, Rabbənə mə xələqtə həzə bətilə. Allah, sən bunları boş yerə yaratmayıbsan. Görürsünüz Allah nə deyir? Göylərin və yerlərin haqqında fikirləşərlər və fikirləşdikdən sonra taparlar həqiqəti və deyərlər ki, Allah, heyran qalarlar və deyərlər ki, Allah, sən bunları boş və batil yerə yaratmayıbsan. Subhanəkə. Allah, sən paksan, müqəddəssən. Fəqinə əzəbənnər. Bizi cəhənnəm odundan qoru. Ey bu galaktikanı, ey bu hər bir şeyi yaradan. Sonra Allah təbarəkə və teala Yunus surəsinin 101-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Baxın görün Allah nə deyir? Qulinzuru. Denən ey Peyğəmbər, niyə nəzər salmısınız? Niyə baxmısınız? Biz keçən bəhsimizdə buyurduq ki, Şeyx Müzəffər nəzər haqqında açıqlama verir ki, nəzər nə deməkdir? Çünki nəzər, elmi nəzəri odur ki, o ilkin baxışda görsənmir, amma biraz cəhd eləyəndə, onu araşdıranda, onun üstünə gedəndə sənin üçün agah olur. Allah bu ki, qul ey Peyğəmbər denən unzuru maza fis səmavati vəl ard.
göylərdə və yerdə olanlara nəzər salın deyir Allah Taala. Baxın Allah dəvət eləyir, Allah bizi yönəldir. Əgər Allah bizə ağıl qüvvəsi verməsəydi, əgər Allah bizə təfəkkür qüvvəsi verməsəydi, Allah heç bir zaman bizə deməzdi, baxın göylərdə və yerdə olanlara. Allah o ağlımızı işə salmağa bizə çağırır. Allah bizi meydana dəvət edir, deyir, ağlını işə sal. Sən fərqlisən, sən o dörd ayaqlılar kimi deyilsən. Səni mən başqa cürə yaratmışam, sən ən şərəfli məxluqsan ki, səni yaradanda özümə əhsən demişəm. Fətəbarəkallahu əhsənul xaliqin dedi Allah insanı yaradanda. Göylərdə və yerdə olanlara Allah deyir, baxın. Amma Allah dalından buyurur ki, وَمَا تُغْنِ الْآيَاتُ وَالنُّذُرْ أَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ. Amma iman gətirməyənlər üçün bizim bu ayələrimiz, nişanələrimiz, nəsihətlərimiz fayda verməz. Mən də bilirəm, deyir Allah. Əgər kimin imanı yoxdursa, bu ayələr, bu nişanələrimiz ona heç bir fayda verməyəcək. Allah iman gətirənlərə isə bu baxmağın, bu nəzərin fayda verməsindən danışır. Sonra Allahu Təbarəkə və Teala Rə'd surəsinin 4-cü ayəsində buyurur ki, Bismillahirrahmanirrahim və fil ardi qita'un mutəcaviratun. Yer üzündə bir kökdən bir-birinə yaxın ağaclar var. Diqqət edin, görün Allah bizə nə misal çəkir. Yer üzündə bir kökdən olan bir-birinə yaxın ağaclar var. Və cənnətun min a'nabin, üzüm bağları var. Və zər'un, əkinəcəklər var. Və nəxilun sinvanun və qeyru sinvanin. Bir kökdən olan və bir kökdən olmayan cürəbəcürə ağaclar var yer üzündə. Amma Allah görün bizim nəyə çağırır? Deyir, yer üzündə bir-birinə çoxlu yaxın olan ağaclar var. Məsələn, biz məhəlləmizdə ağac əkirik, bağımızda ağac əkirik. Müxtəlif meyvə ağacları əkirik, amma bir-birinə yaxın əkirik. Təqribən hərəsinin arasında bir 2 metr, hansı yiğit? 3 metr ağac əkirik. Biri nar ağacı, biri hayva ağacı, məsələ biri alma ağacı, biri şaftali, biri gilas. Diqqət edin, görün Allah bizə nəyə misal çəkir? Deyir, bir-birinə yaxın bir neçə ağaclar əkisiz yer üzündə. İstər üzüm bağları olsun, xurma bağları olsun. Dalınla nə deyir Allah Taala? Yusqa bimain vahidin. O ağaçlar bir dənə su ilə sulanır. Bir cürə su ilə sulanır. Diqqət edin. Bir su ilə sulanmasına baxmayaraq, birinin meyvəsi başqa cürə olur, o birisinin meyvəsi başqa cürə. Birinin rəngi başqa cürə olur, o birinin rəngi başqa cürə. Birinin dadı başqa cürə olur, o birinin dadı başqa cürə. Birinin ətri qoxusu başqa cürə olur, o birinin ətri qoxusu başqa cürə. Almanı kəsəndə almadan bir cür iyi gəlir. Şəftəlini kəsəndə şəftəlidən bir cür iyi gəlir. Gilasdan bir cür iyi gəlir. Allah Təbarəkə və Teala görün nə deyir, nə gözəl Allah. Deyir, bir dənə su ilə suluyursunuz, bir sudan içirlər hamısı. Amma bir-birindən müxtəlif meyvələr verirlər. Və nufəzzilu ba'daha ala ba'zin fil ukul. Yeməkdə, ləzzət almaqda bəzisindən üstün eləmişik. Biri daha ləzzətlidir, biri ondan biraz aşağı ləzzətlidir. Hamısı bir-birindən belə deyək, bərabər deyil. Hər birinin öz ləzzəti var. Eləsi var daha ləzzətlidir o birisindən, eləsi var o biraz ondan aşağı ləzzətlidir. Dalınla görün Allah nə deyir? İnnə fī zəlikə ləəyatin liqovmin ya'qilun. Həqiqətən bunda düşünənlər üçün bir ayələr, nişanələr var. Düşünmək lazımdır ki, nə cür olur bir sudan içən bu boyda müxtəlif şey yaranır? Nə cür olur bir sudan qidalanan bu boyda ağaclar müxtəlif meyvələr verir? Bax, Allah təfəkkürə çağırır, bu deməkdir. Meydanı açır, qapını açır. Allah istəyir ki, bizi kamilləşdirsin, kamalata çatdırsın. Ona görə buyurur ki, bunda sizin üçün ayələr var, nişanələr var. Sonra Allahu Təbarəkə və Teala Nəhl surəsinin 66-cı və 67-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. Diqqət edin buna. Allah bir dənə incəlikdən danışır ki, biz hər gün istifadə edirik, amma diqqət yetirmirik. Ona görə Allah Teala, əstağfurullah, əlini çirməliyib zordan bizi çağırır ki, gəlin nəzər salın. Gəlin təfəkkür eləyin. Təfəkkür eləsəz pərdələr gözünüzdə açılacaqdır.
Təfəkkür eləsəz həqiqətləri görəcəksiniz. Baxın görün Allah təbarəkə və təala nə buyurur? Və innə lekum fil en'ami ibrə. Həqiqətən heyvanlarda sizin üçün ibrət nümunələr vardır. Sizin üçün yaratdığım heyvanlarda sizin üçün ibrət. Nədir ibrət Allah? Diqqət eləyin. Nuskikum mimma fi butunihi min beyni farsin və dəmin ləbənən xalisən səyiğən lişşaribin. Biz o heyvanların bətnində olan şeylərdən, diqqət eləyin. O heyvanların bətnində olan şeylərdən, bətnində hansı ki, qanla hələ həzm olmamış yeməyin arasında, bətnində qan və həzm olmamış yediyi yeməklərin ikisinin arasından, həm qanın, həm bətnində həzm olmamış yeməklərin arasından nusqikum ləbənən xalisən, sizə oradan bir xalis süd çıxardıb verir, içirsiniz. O, nə qan qarışır o südə, nə də o heyvanın bətnindəki o həzm olmamış, o artıq, o yemək o südə qarışmır. O ikisinin arasından süzüşdürüb keçirdib, sizə xalis süd veririk, sayiğən lişşaribin, hansı ki içənlər ləzzət alır ondan. Allah təbarəkə və təala buyurur ki, ibrət var sizin üçün. İbrət var, yəni nə deməkdir bu? Gərək düşünəsiniz bunun haqqında. Həqiqətən heyvanın bətnindən çıxan şeylərdə sizin üçün ibrət var. Nə çıxır o? Baxın, qanla bətnindəki belə deyək də, o heyvanın nəcisi deyək, yediyi yeməklər deyək. Nəcis deyil, amma və lakin adını elə qoyaq. Qanla nəcisin arasından sizə xalis, ləzzətli və pak Allah buyurur ki, süd çıxardıb verirəm içisiniz. Niyə düşünmüsünüz bunun haqqında? O südü, Allah bir dənə süd fabrikasından danışır bu ayədə ki, süd nə cür istehsal olunur? Nə cür istehsalatdan keçir? Nə cür xəlq olunur ki, biz onu içək? Allah deyir ki, niyə bunun haqqında düşünmüsünüz? Niyə buna baxmırsınız? Sonra Rəbbimiz Rum surəsinin 22-ci və 23-cü ayələrində buyurur. Bismillahirrahmanirrahim. Və min ayatihi xalqus semavati vel ard. Onun ayələrindəndir göylərin və yerin yaranması. Bənzər ayədir, bunu danışdıq, amma sonundakılar başqa sözlərdir. Və ixtilafu alsinatikum və alwanikum. Diqqət eləyin. Dillərinizin və rənglərinizin ayrı olması Allahın ayələrindəndir. İnsanların dillərinin və rənglərinin ayrı-ayrı olması, birinin qara, birinin ağ, birinin sarı, birinin buğdayı. Diqqət eləyin. Eyni o meyvələrdəki misalı kimidir Allahın. Allahın ayələrindəndir. İnne fi zalika laayatin lil alimin. Həqiqətən burada alimlər, bilənlər üçün ayələr var. Diqqət eləyin. Bütün insanlar bir kökdəndirlər, bir cinsdəndirlər, bir suyu içirlər eyni o ağacdakı kimi. Bir havanı udurlar, bir həyatı yaşayırlar. Amma birinin dili ayrıdır, o birininki ayrı. Birinin rəngi ayrıdır, o birininki ayrı. Allah deyir ki, bu elə-belə deyil. Həqiqətən bunda düşünüb daşınanlar üçün İbrətlər vardır sizin üçün, Allah təbarəkə və təala buyurur. Əzizlər, insan, biz deyirik ki, məntiq elmində də biz keçirik ki, əl-xəvassul xəmsə deyirik, 5 dənə hiss orqanı var insanda. Elmin ilkin mərhələlərini insan həmin o 5 dənə hiss orqanlarından əldə eləyir. Görmək, eşitmək, iyləmək, 3, dadmaq, 4, toxunmaq, 5. Biz görməklə ətrafımızdakı əşyaları öyrənirik, eşitməklə öyrənirik, dadmaqla öyrənirik, bilirik ki, bu nə daddır, bu filan şeyin dadıdır, bu filan şeyin dadıdır. Allah bu dad bilmə qabiliyyətinlə insan elm əldə eləyir. Ağzına qoyanda deyir, bu filan şeydəndir. İyisi gələndə deyir, filan kəs xala kartoşka qızardır, məsələ, qonşudan bir iyi gələndə. Filan kəs nənə təndirini yandırıb, çörək pişirir. O iyilər ki var, hardan bildi? Qonşunun evini də görmür, eşində. İyisindən ona bir məlumat gəlir ki, çörək pişir, filan yemək pişir. İyi bilməklə gələn elmlər, toxunmaq bərdimi, yumuşaq, bərdliyi, yumuşaqlığı insan nə zaman bilir? Toxunduqda bilir. İstidirmi, soyuqdurmu? İnsan onu nə zaman bilir? Toxunduqda bilir. İnsan heyvandan fərqlənir nədə? İnsan gördüyünü təhcənə görməklə qalmır, kifayətlənmir. Gördüyü haqqında fikirləşir. İnsan eşidir, eşitdiyi haqqında fikirləşir. İnsan İyləyir, iylədiyi haqqında fikirləşir. Amma heyvan belə deyil. Heyvan gördüyün haqqında fikirləşmir. Elə gördüyünlə də kifayətlənir.
eşitdiyinlə də kifayətlənir. Məsələn, səs gələndə heyvan üzünü tutur o səs tərəfə. Amma fikirləşmir onu. Eləcə nə səs gələr? Amma insan onu fikirləşir, bu nə səs idi, kim elədi bu səsi, o səs nədən gəlirdi. İnsan başlayır bunun haqqında çoxlu nə etməyə, götür-qoy eləməyə başlayır. Ona görə də Allah Təbarək və Təala bizi fikirləşən yaradıbdır. Sizi deyir, görən təkcə yaratmamışam, görməklə yanaşı gördüklərinizi fikirləşən yaratmışam, eşitməklə yanaşı eşitdikləriniz haqqında düşünən yaratmışam. Ona görə də Allah Təbarək və Təala bütün ayələrdə, məsələn, Tur surəsinin 75-ci ayəsində Allah buyurur ki, Bismillahirrahmanirrahim, Əm xuliqu min qeyri şeyin, yoxsa hesab edirsiniz ki, siz heç bir şey olmadan yaranıbsınız. Baxın, fəlsəfədir bu. Fəlsəfə axtaranlar, fəlsəfə buradadır. Əm xuliqu min qeyri şeyin, əm humul xaliqun, yoxsa insanlar öncədən olub özlərini yaradıblar. Belə bir şey baş verə bilər. Biz buna fəlsəfədə deyirlər ki, buna dövr. Yəni bir şey özündən qabaq olur, özünü xəlq eləyir. Buna deyirlər dövr. Yoxsa bir şey olmadan mı yarandığınızı deyirsiniz? Allah Teala deyir, bunun haqqında bir düşünün. Bir şey olmadan bir şey yarana bilərmi? Və belə bir söz var. Faqiduş şey, la yu'ti şeyən. Bir şeyi olmayan bir şey də verə bilməz. Yəni gərək bir şey ola ki, bir şey verə. Bir şey olmayan bir şey verə bilməz. Allah bu, yoxsa özünüz heç bir şeydən mi yarandığınızı? Heç bunu hansı insan, hansı ağıl sahibi qəbul edər ki, səbəb olmadan nəsə baş versin? Allah bu ki, bir şey olmadan, yəni bir dənə səbəb olmadan yarandığınızı mı güman edirsiniz? Burada Allah bizim zehnimizi yönəltmək istəyir ki, zehninizi yönəldin və fikirləşin ki, nə idi səbəb bu varlıqların yaranmasına? Baxın, biz nə qədər misallar, nə qədər ayələr gətirdik ki, Allah bizi düşünməyə çağırır ki, heç biri səbəbsiz deyil. Sonra Allahın ayələrindən də biri nədir? Diqqət eləyin. Allah deyir ki, bunu ayələrdədir bu. Mən sadəcə ayənin məzmununu deyirəm. Baxın, Allah hər bir fəslin öz meyvəsini, öz tərəvəzini yaradıbdır. Allah yay fəslində yaratdığı meyvə və tərəvəzlərin tərkibində su çox olur. Qarpızı götürün, yemişi götürün, pomidoru götürün. Yay fəslində yaratdıqlarının suyu çox olur. Qış fəslindəki meyvə tərəvəzlərin suyu az olur. Onlar adətən bərk olurlar, suları az olur. Nədən? Çünki Allah yay fəslində insanın suya daha çox ehtiyacı olduğunu, bədənin daha çox su tükətdiyini nəzərə alaraq, Allah Təbarəkə və Teala yayda suyu çox olan meyvələr və tərəvəzlər yaradır. Bədən o sudan çoxlu təminat eləsin. Bədən o sudan çoxlu faydalansın. Qışda isə az olur. Niyə? Çünki qışda insan çox su tələb eləmədiyinə görə qış meyvələrində, qış tərəvəzlərində biz baxıb görürük ki, o su azdır o meyvə və tərəvəzlərin tərkibində. Allah deyir, məyər bunun öz-özünə mi baş verdiyini mi güman edirsiniz? Həqiqətən bunda düşünüb daşınanlar üçün ibrətlər vardır ki, niyə yay meyvələrinin, tərəvəzlərinin suyu çoxdur? Niyə qış meyvələrinin suyu və tərəvəzləri azdır? Ayələrimiz çoxdur bu barədə. İkinci bir məsələni siz əzizlərə çatdırım ki, Allah insanı fitrətən öz xeyrinə, öz qazancına meyl eləyən yaradıbdır və zərərdən və təhlükədən özünü uzaqlaşdıran yaradıbdır. Bu bizim fitrətimizdə var. Hər bir insan, hər bir millətindən, dilindən asılı olmayaraq həmişə xeyrinə meyl eləyən, zərərindən isə nədir? Qaçınandır. Bu insanda fitridir. Bu insanda fitrətdir. Bunun haqqında düşünmək lazımdır. Bu özü Allahın bir ayələrindən, Allahın bir nişanələrindədir ki, kim məni belə xəlq edib ki, xeyrə meyl eləyib, zərərdən isə təhlükədən həm özümü, həm yaxınlarımı uzaqlaşdırıram. Zərərdən və təhlükədən. Allah bu xüsusiyyəti bizə verdiyinə görə o xüsusiyyət haqqında da bizi düşünməyə çağırır. Çünki biz o xüsusiyyət vasitəsindən həm dünya təhlükələrindən özümüzü qutara bilərik, həm axirət təhlükələrindən özümüzü qutara bilərik. Necə ki, Rəbbimiz Qur'an-ı Kərimdə Təhrim surəsinin 6-cı ayəsində buyurur ki, Bismillahirrahmanirrahim, Ya eyyuhəl-ləzinə əmənu, qu ənfusakum və əhlikum nəra. Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Allah xəbərdarlıq eləyir. Allah qarşıda bir təhlükənin olduğunu xəbərdarlıq eləyir. Allah qarşıda bir zərərin olduğunu xəbərdarlıq eləyir. Dünyada deyir, nətər ki, malına zərər gələndə tez ehtiyat eləyirdin, qarşısını alırdın. Tez onu aradan aparmağı, o zərəri, təhlükəni
aradan aparmaq üçün nətər çalışırdın maddi aləmində? Allah buyurur ki, bilginən ki, bu maddi aləmdən sonra da bir təhlükə vardır. Bu maddi aləmdən sonra da bir zərər vardır. Bəs belə isə ağlını işə sal, ey insan. Özünü və ailəni o cəhənnəm odundan qoru. Və quduhən-nasu vel-hicara, o cəhənnəm odu ki, onun yanacağı insanlardan və daşlardan ibarətdir. Aleyhə mələikətun ğilazun şidəd, orada şiddətli, heç kimə rəhmi gəlməyən mələklər vardır. La ya'sunallaha ma əmərəhum və yəf'aluna ma yu'marun. Allahın əmr elədiyi şeylərdə əsla asi olmaz o mələklər və onlara nə əmr olunarsa da onu yerinə yetirərlər. Deməli, burada nə etmək lazımdır? Burada Allah təbarəkə və Teala buyurur ki, nətər ki, qarşıda bir təhlükəni görməsən də belə. Bəzi insanlar bəzən fikirləşirlər ki, gərək təhlükəni görə sonra ehtiyat eləyək. Mən bir iki dənə misal deyirəm və söhbətimi inşallah çox uzatmıram və xətm edirəm. Əzizlər, insan ağlı, insan fitrəti özünü və yaxınlarını təhlükədən uzaqlaşdırmaqda Allahın qoyduğu bu fitri istedaddır. Məsələn, bir məclisdə əgər 1000 nəfər əyləşibdirsə də, gözünüzün qabağına gətirin. Yemək, içmək məclisidir, 1000 nəfər əyləşibdir. Yeməklər süfrəyə gəldikdə bir nəfər gəlib qalxıb o məclisdə desə ki, ey insanlar, ehtimal var, ha gözümlə görmədim. Ehtimal var ki, o yeməyin içinə zəhər düşübdür, kim yesə öləcək. Bir nəfər gəlib bu sözü desə, ola bilər ki, insan deyər, bu bir nəfərdir da, bəlkə də bu kimdir, gəldi dedi. Amma dalından ikinci nəfər gəlsə desə ki, ey insanlar, ehtimal var ki, o yeməyin içinə zərər düşübdür. Artıq insanların fikri biraz da o təhlükəyə yönələcəkdir. Zehni biraz da o təhlükəyə yönələcək. Zehni biraz da ona işarə edəcək ki, ahan, biraz da yaxınlaşacaq təhlükəyə. Üçüncü adam gəlib dedikdən sonra artıq o insanların hamısı, mütləq əksəriyyəti əllərini o yeməyə vurmazlar. Hətta birincidən də çoxları vurmayacaqdır. Amma üçüncüdə isə mütləq əksəriyyəti onu vurmayacaqdır. Bu nədən irəliyə gəlir? Nə o 1000 dənə insanın o qazanın içinə düşən zəhəri görməyibdir. Nə də o 1000 dənə insanın o həqiqətən də o adamın sözünün gerçəkliyi ilə bağlı elmi və məlumatı da yoxdur. Amma o bir dənə insandır, bəşərdir, məni kimi, səni kimi, onun sözünü özünə hüccət biləcəkdir və o yeməkdən yeməyəcəkdir. Əzizlər, Allah 124 min nəfər göndəribdir. Həmin o 124 minin 124 mini də deyir ki, ey insanlar, bu dünya həyatı ilə kifayətlənməyin. Bu dünya müvəqqətidir, sizi qarşıda böyük bir təhlükə gözləyir. Sizi qarşıda böyük bir zərər gözləyir. Əgər ki, Allaha itaət eləməsəz, əgər ki, Allahın əmrlərinə tabi olmasaz, ayədə oxuduğum kimi özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Niyə o bir nəfər günahkar, məsum olmayanın sözünə inanıb o yeməyi yemədi qorxusundan heç kəs? Bəs bu 124 min dənə pak məsum peyğəmbərin sözünə ehtimal eləmək olmazmı? Onların sözünə güvənmək olmazmı? Allahın ayələrinə güvənmək olmazmı? Elə bu baxımdan da Allah buyurur ki, fikirləşin. Allah Quran-Kərimdə buyurur ki, niyə Allahın ayələri haqqında fikirləşmirsiniz? Məyər ağlınıza qıfıl mı vurulubdur? Quran-Kərimdə Allah belə deyir. Məyər ağlınıza qıfıl mı vurulubdur? Niyə fikirləşmirsiniz? Niyə o ağıl və fikir qüvvənizdən istifadə eləmirsiniz? Və burada Şeyx Müzəffər Rəhiməhullah, mən bu fikir haqqında istədim mətndən xaric biraz açıqlamalar verəm. Şeyx Müzəffər də burada bir ayə gətirib, Fussilat surəsinin 53-cü ayəsini gətirdi, keçən dərsimizdə oxuduq. Yunus surəsinin 66-cı ayəsini gətirdi. Nə dedi? Allah Fussilat 55-də buyurur ki, Bismillahirrahmanirrahim, Sənurihim əyətinə fil afaqi və fi ənfusihim hətta yətəbəyyənə ləhum ennəhul haqq. Biz tezliklə öz ayələrimizi, nişanələrimizi sizin öz canlarınızda və üfüqlərdə göstərəcəyik ki, Allahın haqqı olduğunu biləsiniz. İnşallah gələn dərsimizdə üfüqlərdə və canımızda Allahın qoyduğu ayələr nədən ibarətdir? Bir neçə kəlmə də onlardan danışıb mətnə davam eləyəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.